Salam, xoş gördük hər birinizi. Abituriyentlər, 2-ci və 3-cü qrupa hazırlaşan, qəbul imtahanına hazırlaşan abituriyentlər. Bugün biz sizlərlə birgə Dövlət İmtahan Mərkəzinin 2026-cı il qəbul imtahanı üçün istifadə edəcəyi, yəni model testlərdən izahına baxacağıq. Diqqətlə videoya baxmağınızı tövsiyə edirəm, çünki bir neçə sual, yeni sual modelləri var ki, bunların həm işlənmə qaydası, bildiyimiz kimi sualın işlənmə qaydasını bilmək də testi cavablandırmağın əsas şərtlərindən biridir. Ona görə də diqqətlə baxmağınızı tövsiyə edirəm. Keçək birinci suala. Ölkə əhalisinin sayının 25 milyon nəfər olduğunu bilərək diaqraməsində işsiz əhalinin payını hesablayın. Deməli, burada 16 yaşa qədər olan şəxslər 11 milyon 250 min nəfər göstərilib. 16% təqaüd üzrə iqtisadiyyatın fəali 30% və təbii ki, işsizlər x% burada göstərilib. Bizə elə bunu x tapmaq lazımdır. Biz 16%-dən 30%-i toplayıb 16 plus 30 bərabərdir 46% eləyir. Bunu yadda saxlayırıq, 46%. Daha sonra ümumi əhali sayı 25 milyondur. 11 milyon 250 min nəfər neçə faiz təşkil etdiyini tapmaq lazımdır. 25 milyonu biz 100% götürürük. Buradan biz 25 milyon isə x% götürüb. Biz buradan tənasübümüzü hər yerində x bərabərdir. Deməli, 45% edər. 45%, 46%. 45 və 46%-i biz toplayanda 46 plus 45 bu eləyir 91%. Və yerdə qalan 25 milyon demişdik 100%-dir. 100% çıxılsın 91. 9% iqtisadi cəhətdə işsizlərin əhalinin ümumi sayının daxilində işsizlərin payıdır. 9%. B variantı testimizin doğru cavabı. Növbəti sual keçək. 3 şixalama qurşağında yerləşən materiklərin ümumi olmayan xüsusiyyətlərini bizdən soruşur. 3 şixalama qurşağında yerləşən materiklər biz bilməliyik ki, Şimali Amerikadır, Afrikadır və Avrasiya materikidir. Ümumi olmayan xüsusiyyətlər. 1. Sahillərin Atlantik okeanı suları yuyur. Bu ümumi xüsusiyyəti 1.7. 2. Həmişəşir rütubətli ekvatorial meşələr yayılmışdır. Bu Afrika ilə Avrasiya materikinə aiddir, amma Şimal Amerika materikinə aid deyil. İkinci götürük. 3. Subtropik iqlim qurşağı daxılaraq dəniz iqlim tipi formalaşmışdır. Hər üç materikdə araq dəniz iqlim tipi formalaşıb. 1 ilə 3 avtomatik olaraq getdi. B getdi, Y getdi, D getdi. Baxaq, 4. Fəaliyyətdə olan vulkanlar və dağ buzlaqları mövcuddur. Bu da hər üçünə aid olan fikirdir. Daha sonra 5. Ərazilərin əksər hissəsi qərb yarımkürəsində yerləşir. Bu Şimali Amerikaya və materikinə aiddir, digərlərinə yox. 5. 6. Şimal hissələrinin qütb işıqlanma qurşağını əhatə edir, Afrikaya aid olmaz. 2, 5, 6 A variantı testimizin doğru cavabıdır. Növbəti sual keçirik. A paralelinin uzunluğu 20 dərəcəlik paralelin uzunluğundan 2 dəfə qısa olduğunu bilərək N və M məntəqə arasında ən qısa məsafəni hesablayın. Baxırıq ki, N və M məntəqələri A paralel üzərində yerləşir. Biz hələ bunun 1 dərəcəlik paralel qövsünün uzunluğunu bilmirik. Onu hesablayıb tapmaq lazımdır. Amma M və N arasındakı dərəcə fərqi biri şərqdə, biri qərbdə olduğuna görə 15 plus 25 bərabərdir 40 dərəcə edər. 20 dərəcə paralel qövsünün uzunluğu özü veribdir. Bir dərəcə, deməli, 104,6 kilometrdir. Biz deməli 104,6-nı biz 2-yə bölərik. Bu da eləyər təbii ki deməli 52,3 kilometr. Yəni bu A paralelində bir dərəcə qövsünün uzunluğu 52,3-dürsə, biz 1 dərəcəni 52,3 götürüb 40 dərəcəni x götürərik. X bərabərdir buradan 52,3 vurulsun 40. Deməli 2092 D variantı testimizin doğru cavabıdır. Üstə D variantı testimizin doğru cavabıdır. Keçdik növbəti test tapşırığına. 4-cü sual nəzəriyyə ilə bağlı bir sualdır. Qolf sistem cərəyanı təsirlə baş verir. Şimal yarımkürəsində Atlantik okeanın qərbində arid iqlim yaranması. Arid iqlim yaranmaz, çünki isti okean cərəyanıdır. İsti okean cərəyanları rütubətli iqlim yaradar. Keçdi ərazidə. A getdi. B. Şimal Amerikada mərkəzi düzənliklərdə tornadonun baş verməsi
səbəb o xeyir olmaz. Tornado bilir ki, tropik və artik hava kütlələrinin maneəsi bir-birlə toqquşması yaranır. C. Atlantik okeanın şimalında ən soyuq ayın izoterminin şimal-şərqə meyl etməsi. Bəli, okean üzərində bu fevral ayı ən soyuq ay və şimal-şərqə meyl etmə çünki isti okean yaranır. Bu doğru gəlir. B. Qərb küləşlərinin şimal yarımkürəsi şimal-şərqə meyl etməsi. Qərb küləşlərinin şimal yarımkürəsi şimal-şərqə meyl etməsi yerin öz oxu ətrafında fırlanmasından bağlı olar. Olmaz. D variantı səhvdir. Y variantı. New Yorkda havanın ortalıq temperaturunun Yeni Orleans şəhərinin aşağı olması. Bu da quru üzərində olduğu üçün coğrafi enişlə bağlı olar. Doğru cavab C variantı. Növbəti suala baxaq. 5. Transqressiya və reqressiyaya aid əlamətləri müvafiq olaraq müəyyən edin. Transqressiya dəniz, reqressiya quru mərhələsidir. Birinci dəniz, ikinci quru mərhələsi. Baxaq. Yer səthinin əks etdirmə qabiliyyəti azalır dəniz mərhələsində, çünki suyun sahəsi çoxalır, suyun istilik tumu çoxdur. A getdi 1-ə, qurunun sahəsi genişlənir, quru mərhələsi. B getdi 2-yə, rütubətli iqlim şəraiti yaranır dəniz mərhələsində, çünki temperatur artıb, buxarlama çox olar, yağıntı düşər. D. İqlimin soyuqlaşması baş verir, quru mərhələsi. Daha sonra istismar orqanizmin inkişafı intensiv gedir transqressiya dəniz mərhələsində, çünki temperatur artır. 1 A, B-yi, 2 B-dir. 1 A, C-yi, daha doğrusu rütubətli iqlim şəraiti yaradır. 2 B-dir. A variantı testimizin doğru cavabıdır. 6. Eller-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Braziliya və Çin dövlətləri üçün oxşar fərqli xüsusiyyətlər tapmamız soruşur. 1. Elektrik enerjisi istehsalında seslər əhəmiyyətli yer tutur. Braziliya və Çin hər ikisində ses əhəmiyyətli. Çində 3 dərə, Braziliyada da type sesini göstərmək olar. 1 getdi 3-ə. 2. Pamuk və kartof istehsalında qabaqcıl yer tutur. Bu Çinə aid. Yəni pamuk və kartof Braziliyanın həm iqlimindən uyğun olmaz, həm də Çin tərəvəz istehsalına görə fərqlənir. 2 getdi 2-yə. Dəmir filizli hasilatı və polidərmi inkişaf etmişdir. Bu hər ikisi üçün ortaq cəhət götürə bilərik bunu. 3 getdi 3-ə. 4. Federativ inzibati ərazi quruluşuna malikdir. Təbii ki, Braziliya. Adam başına düşən içməli suyun miqdarına görə qabaqcıl ölkələrdəndir. Bunu biz Çinə götürə bilmərik. Əhalinin sayı kifayət qədər çoxdur. Amma Braziliyada bilirik ki, Amazon meşələri çayı ərazisində böyük bir ərazidə axır. 6. Atmosferə daha çox karbon qazı atan ölkədir. Bu da əhalinin sıxlığı, antropogen təsirinin daha çox olduğu və meşələrin sahəsinin Braziliyadan az olduğunu Çinə aid etmək olar. 1-ə 4, 5, 2-yə 2, 6, 3-ə 1, 3. B variantı testimizin doğru cavabıdır. Növbəti suala keçdək. Görək, bu bizdə növbəti sualda bizə nə deyir? Uyğunluq gözlənilmişdir. Yəni doğruları bizdən soruşur. Əvvəlcə şərt işarələrə baxaq. Ağ dairə quraq mövsüm göstərir. Qara dairə rütubətli mövsüm. Ağ kvadrat 0 aşağı temperatur. Qara kvadrat 0-10 dərəcə Selsi arası. 2 qara kvadrat 11-20 dərəcə Selsi. 3 qara kvadrat isə 21-25 dərəcə Selsi. Orta illikdən, orta aylıq temperaturdan söhbət gedir. Yəni şərt işarələr bunu ifadə edir. Madrid orta aylıq temperatur 10-20 dərəcə Selsi arası göstərilib. Bu doğru gəlir. Rütubətli və quraq dövr. Deməli, rütubətli mövsüm qış, subtropik iqlim qurşağında, yayda tropik, qışda mülayim hava kütlələri. Bu doğrudur. 1 düzdür. 2. London orta aylıq temperatur 0 dərəcədən aşağı kimi göstərilibdir. Ağ kvadrat. Bu olmaz. Rütubətli dövrdə qış yox, il boyudur. 2 səhvdir. 3. Moskvada orta aylıq temperatur 11-20 dərəcə Selsi təbii ki olmaz. Bu temperatur daha az olar. Pert. Avstraliya materikinin cənub-qərbi orta aylıq temperatur 21-25 deməli dərəcə Selsi göstərib. Bu doğrudur və cənub yarımkürəsində yayı deməli yayda quraq mövsüm, subtropik iqlim qurşağında yayda tropik, bəli, bu da 4-də doğrudur. 5-də Amsterdam, Niderlandın paytaxtıdır. Orta aylıq temperatur 0 dərəcədən aşağı, burada da olmaz, mülayimin dənizində yerləşir. Yəni burada 1-4 testimizin doğru cavabıdır. Yəni 2-3-5 yanlışdır. 2-3-5
Bəli, 1-4B variantı testimizin doğru cavabıdır. Keçək növbəti suala. Növbəti sual horizontal məsələsidir. Buna diqqət edək. A nöqtəsində havanın temperaturu 15,6 dərəcəsi, B nöqtəsində isə 7,5 dərəcə olarsa, əgər A-dan B-yə temperatur yenibsə, deməli hündürlük artıbdır. İndi buna əsasən biz fikirləri seçməliyik. 15,6-dan 7,5-i gəlin əvvəlcə çıxaq. Temperatur 15,6 çıxsın 7, deməli 10,5. Bu 8,1 dərəcə Selsi fərq edir. 1000 metrdə bilirik ki 6-dır. X metrdə 8,1-dir. Biz 8,1-i 1000-ə vurub 6-ya böləndə 1350 metr. Deməli 1350 metr fərq var. Biz bilirik ki bu A ilə B arasında 1350 metr fərq var. İndi 1350-ni 1, 2, 3, 4 dənə boşluğa biz böləndə, yəni burada deməli kəsmi yüksəklik 300 metrdən çox olur. Çünki A nöqtəsi daxili horizontal çökəkliyin belə deyək, ən dərin nöqtəsidir və əgər kəsmi yüksəkliyi 300 metr olarsa, A nöqtəsindən daxil horizontal 900 olur. Bu 1500, daha sonra 1500, 1800 və 2100. Bəli, xarici 2100-dür. B 2100-dür və 900 metr daxil horizontaldır. Bir də deyir, B nöqtəsində atmosfer təzyiqi daha yüksək olar. Əgər hündürlük artıbsa, xeyr, yanlışdır. A nöqtəsinin mütləq hündürlüyü B nöqtəsindən azdır. Bəli, bu doğru fikirdir. Həqiqətən də B3. B nöqtəsində buxarlanma qabiliyyəti daha azdır. B nöqtəsində buxarlanma qabiliyyəti daha azdır. Bu da doğrudur, hündürlüyü çoxdur. 4 səth axınları A-dan B-yə doğru axır. Xeyr, bu yanlışdır. Yəni 1-lər, 4-lər gedəndə 2, 3, 5. Kəsmi yüksəklik 300 metrdən böyükdür. Yanlışdır. 6 məntəqələr arasında təzyiq 135 mm-dir. Əgər deməli 1350 metr fərq varsa, biz bilirik ki, hər 1000 metrdə 100 mm fərq edir. 1350 metrdə 135 fərq edir. Bəli. 2, 3, 6 testimizin doğru cavabıdır. Daha sonra xəritə sxemdə 2 və 3 rəqəmlərlə verilən fizik coğrafi rayonlar, 1 və 4 rəqəmlər verilən fizik coğrafi rayonlardan fərqləndirən xüsusiyyətləri soruşur. 2 qonaq kənddir. 3 Qarabağ dağlarıdır. 1 Günnüt Qapıcıqdır. 4 deməli Lənkəran fiziki coğrafi vilayəti. İndi bu 2 və 3 rəqəmlərlə verilən fizik coğrafi rayonların 1 və 4 rəqəmlərlə verilən fizik coğrafi rayonların fərqini bizdən soruşur. Bir də deyir, qışı quraq keçən mülayim isti iqlim tipi yayılmışdır. 2 ilə üstə yayılmışdır. Bəli, amma bir də bilir ki, mülayim isti iqlim ümumiyyətcə yoxdur. 4-də yaya quraq keçən mülayim isti iqlim. Bu fərqlidir. 2. Aydoğdu təbii vilayətinin ən hündür zirvələri burada yerləşir. Bu 4-də də 1-ə də aiddir. Yəni fərqli olmaz. 3. Çayların qidalanmasında qar və buzlaqların ərinti müəyyən rol oynayır. Qar və buzlaqların ərinti suları 2-də olar. Bəli, amma 3-də olmaz. Bu da onları fərqləndirən xüsusiyyətdir. 4. Dağ meşə landşaftının yuxarı dağ çəmən landşaftı yerləşir. 2 ilə üstə dağ meşədən sonra qanuni olaraq dağ çəmən landşaftı gəlir. 1-də ümumiyyətcə, 4-də isə inversiya demişdik. Talış dağlarında baş verir. Yəni 1, 4, 5 mineral sular mövcuddur. Hər birinin aid 6 yüksək dağlıqda mezozoik yaşıl sular üstünlük təşkil edir. Mezozoikin yüksək dağlığında əsasən Yura, orta dağlıqda təbaşir. Bəli. 1, 4, 6 A variantı testimizin doğru cavabıdır. Növbəti suala keçdik. Bu model sualların ayrıca heç bir qrup hazırda iştirakı olmadan izah edirəm. Çünki model suallarla müəyyən qruplar var ki, hələ ki tam tanış olmaq vaxtı deyil. Amma ümumilikdə siz bundan faydalana bilərsiniz. Adüzükü çayının sağ, Araz çayının isə sol sahilində yerləşir. Bu düzənlikdə yerləşən yanar faydalı qazıntının yaranma müddəti fərqlidir. Söhbət
Burada deməli Mil düzündən gedir. Mil düzündə neft yanar faydalı qazıntısı mezoyaşlıdır. Bu düzənişlə Lənkəran ovalığının oxşar əlamətlərini müəyyən edən ərazidə kaynoz yaşlı sular yayılmışdır. Düzdür. Yerləşdiyi təbii tamamilə tektonik çəkmə zonasındadır. Bu Mil düzünə aiddir, Lənkəran ovalığına yox. Okean səviyyəsindən aşağıda yerləşən ərazilər var. Düzdür. Abrozyon məşəli reformaları yayılmışdır. Mildə deyil, deməli 2-4 yanlışdır. Tektonik çatılarla dağlardan ayırır. Daha doğrusu ayrılır. Tektonik çatı dağlardan ayrılır. Bu Mil düzünə aiddir. Kürt tektonik çəkmə zonası yerləşir. Doğrudur. 1, 3, 6. Biz bunu xüsusilə formalaşdıq. Lənkəran Kürt tektonik çəkmə zonasında yerləşir. Deməli, doğru cavab 1, 3, 6 testimizin doğru cavabıdır. Növbəti suala keçid edirik. Xəritə sıxılmasına nəzərdən hava limanlarının olan rayonları və aid olan təsərrüfat sahəsini müəyyən edin. Yəni düzgün hansı göstərisi onu tapmaq lazımdır. Burada A Zaqatala rayonunda hava limanı var. B Oğuzdur. Hava limanı yoxdur. C Füzulidə hava limanı var. Beynəlxalq hava limanı Füzuli rayonundur. D Cəbrayıldır. Var. F Lənkərandır. Var. Qəbələ 1-də 1B Qəbələ deyil. 1 yanlışdır. B-yə getdi avtomatik. İşte C deməli 2C Füzuli üzümçülük düzdür. Yaxşı inkişaf edib ixtisaslaşıb. 3F Lənkəran tərəvəzçilik əsasında faraş düzdür. 4 A Zaqatala qərzəhli meyvəçilik doğrudur. Qoz fındıq 2, 3, 4. A variant doğru cavabdır. Zəngilanda dəmir fızı hasilatı olmaz. D Cəbrayıl rayonunda yanlışdır. Yevlax dipəkçilik olmaz. Cədvələ əsasən müvafiq gələn ölkələri müəyyən edin. Deməli, bir yarımada və respublika olmalıdır. Burada İspaniya yarımada da amma monarxiyadır. A getdi. Portuqaliya düzdür, düzdür. İtaliyada da yarımada da respublikadır. 2-də ada respublika olmalıdır. Şri-Lanka deməli ada da respublikadır. Malayziya D-də getdi, monarxiyadır. İrlandiyada deməli ada respublikadır. Deməli A getdi, D getdi hələ ki. 3-də 3 olmalıdır yarımada monarxiya. Deməli 3-cü tərəfə baxırıq ki, Bəhreyn yarımada deyil, adadır. A variant yox, B variantına baxırıq. 3 deməli yarımada monarxiya olmalıdır. B-də 3-cü İrlandiya yarımada deyil, B-də getdi. C-yə baxaq. Qətər yarımadadır və monarxiyadır. Doğrudur. Y variantına baxırıq. İndoneziyada deməli monarxiya olmaz. Y getdi. Doğru cavab C variantıdır. Digərlərində də 4-cü ada və monarxiya olmalıdır. 4-cü ölkə Bəhreyn adadır. Həqiqətən monarxiyadır. 5-ci ada amma respublika olmalıdır. İslandiyada ada da respublikadır. Doğru cavab 12-ci sualda C variantı doğru cavabdır. Birbaşa bu testin izahını sizə ardıcıl dərsdən çıxıb ardıcıl izahını verirəm. Ola bilsin ki, mənim texniki səhvlər gedər. Ona görə yəqin ki, anlayarsınız müəllimi. Doğru fikirləri müəyyən edin. 13-cü sual. Dərə-çəmən bitkilər daha çox yayılmışdır. Dərə-çəmən bitkiləri daha çox Böyük Qafqazın cənub yamacı ilə Acıhor, Ceyrançöl, alçaq dağlığı arasında olan Qanıxəyir çay çökəkliyində yayılmışdır. Bunu belə götürürük. D variantı doğrusu 14. Doğru fikirləri müəyyən edin. Murrey çayının məsələ Parana çayının eroziya bazasında yüksək yerləşir. Hər okeana töküldüyü üçün eynidir. Yanlışdır. B Mississippi çayı buzlaqdan başlar. Xeyr, Itasca gölündən başlayır. C Colorado və Rio Grande çayları körfəzə tökülür. Colorado çayı Kaliforniya körfəzi, Rio Grande Meksika körfəzində. C variant doğrudur. Digərlərinə baxaq. D Michigan gölü körkənsərində yerləşir. Xeyr, yalnız ABŞ-dadır. Y Taypesis Braziliya və Argentina tərəfindən bircə istifadə edilir. Xeyr, Braziliya və Paragvay tərəfindən. C variantı 14-də doğru cavabdır. 15-ci sualın izahına baxaq. 15-ci sualda bizə deyir ki, Qarabağ Şirvan mil düzlərində yerləşən inzibati rayonlara müvafiq olaraq müəyyən edin. Qarabağ Şirvan mil düzləri. Tərtər Qarabağ düzü, Ağcabədi Şirvan düzü olmaz. A getdi. Xocalı
deməli Qarabağ ulduzuna nisbətən düşür. Bunu baxaq. Sabirabad Şirvan düzü olmaz getdi. Beyləqan Qarabağ düzü, Kürdəmir Şirvan düzü, Hacıqabul xeyr, bu da olmaz. D variantında Goranboy Qarabağ Saatlı Salyan xeyr, olmaz. E variantında Bərdə Qarabağ düzü, Ucar Şirvan düzü, İmişli Mil düzü, bəli. Doğru cavab E variantı olar. 16. Daimi imkan konsepsiyasının məqsədlərinə aid deyildir. A variantları mineral ehtiyatlarının hasilatının artırılması. Mineral ehtiyatlarının hasilinin artırılması biz müasir dövrdə bilirik ki, dövlətlər bunun qarşısına əsas məqsəd qoymur. Əksinə alternativ mineral ehtiyatlardan təbii ehtiyatlarının payı daha çox olur. A variantı ilə yanlışdır. B-də yoxsulluğa və azlığa son qoyulması doğru fikirdir, aiddir. C sərfəli və təmiz enerjinin istifadə edilməsi aiddir. D əhalinin təmiz su ilə təmin edilməsi aiddir. Y təhsilin keyfinin artması aiddir. Ümumiyyətlə dayanıqlı inkişaf orada yaxşı olur ki, əsasən ölkə daxilində bütün iqtisadiyyatın bütün sahələri səmərəli şəkildə inkişaf etdirilirsə, yəni burada A variantı məqsədə uyğun deyil. A variantı dayanıqlı inkişafa aid deyil. 17. Ardıcıl verilmiş təbii zonuna uyğun gəldiyi istiqamətlər xəritə sxemində müəyyən edin. Dəyişən rütubətli meşələr birinci gəlməlidir. O cümlədən bulunsun. Sonra savanna və seyrək meşələr, yüksək dağlıq qurşaq vilayətlər, səhra və yarımsahəli meşə, çöl və çöllər. Deməli, burada savanna və seyrək meşə AB istiqamətində olmaz. CD istiqamətinə baxaq. Dəyişkən rütubətli meşələr, bu hissədə savanna və seyrək meşələr var. Yüksək dağlıq qurşaq, bəli, var. Daha sonra səhra və yarım səhra, Qaraqum səhrası, Xəzər dənizinin şimalı, çöl və çöllər. Çöl və meşə çöllər. CD, B variantı ilə testimizin doğru cavabıdır. Daha sonra iqtisadi sabitlik hökm sürən ölkələrə aid xüsusiyyətlər. İqtisadi sabitlik inkişaf etmiş varlı ölkələrdə hökm sürür. İnsan potensial fasil olaraq inkişaf edir. Aiddir. Ümumi və ümumi adam başına düşən həcmi artır. Aiddir. 3. İqtisadi səbəblərin emiqrantların sayı artır. Emiqrant kasıb ölkələrdə olur. Çıxıb gedir ölkədən. Burada immiqrantlar çox olur. 3 səhvdir. İşsizlik səviyyəsi 10%-dən çox olur. 10%-dən çox olmaz. 7% və ondan aşağı olur. İnkişaf etmiş ölkələr. Yanlışdır. 5. Dövri işsizlik əsasən müşahidə olunmur. Dövri işsizlik inkişaf etməkdə olan kasıb ölkələr aiddir. Burada inkişaf etmiş ölkələrdən söhbət gedir. Bəli. 1-2-5 Y variantı testimizin doğru cavabıdır. Növbəti suala keçid edirik. Uyğunluq pozulmuşdur. Bizdən yanlış onları soruşur. Neva çayla Fin körfəzinə, Baltik dənizinə, oradan Kil kanalı Şimal dənizinə keçmək mümkündür. Bəli, düzdür. 2. Atlantik okeanın Cəbəl Tarıq boğazı, Atlantik okeanın Cəbəl Tarıq boğazını, Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dənizi mümkündür. 3. Kerç boğazı, Qaradəniz, Dardanel. Qaradənizdən Dardanel boğazını birbaşa keçid mümkün deyil. Bu da Bosfor boğazı olmalıdır. Yanlışdır. 4. Xəzər dənizi, Volqa çayına, Volqa-Don kanalına, oradan Azov dənizinə. Deməli, 1 düzdür. Bir dəqiqə gözləyim. 1 düzdür, 2 düzdür, 3 yanlışdır. İran körfəzi, Hörmüz boğazı, Ədən körfəzi yanlışdır, 4 düzdür. Deməli, 1, 2, 4. 3, 5. 3, 5 yanlışdır. 1, 2. Neva çayı, Fin körfəzi, Baltik dənizi, Kil kanalı, Şimal dənizi düzdür. Atlantik okeanından Cəbəl Tarıq boğazına, Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz düzdür. Kerç boğazı, Qaradəniz, Dardanel boğazı, Mərmərə dənizi, Bosfor boğazı səhvdir. Xəzər dənizi, Volqa çayı, Volqa-Don kanalı, Don çayı. İran körfəzi, Hörmüz boğazı, Ədən körfəzi yanlışdır. 1, 4. Uyğunluq pozulmuşdur soruşur bizdən. Deməli, Dardanel 3, 5. 3, 5 C variantı testimizin doğru cavabıdır. Burada uyğunluq pozulmuşdur. Yanlışı bayaqdan axtarıram. Ona görə testimizin cavabı deməli, doğru cavabı almaqda vaxtımız getdi. 22 iyunda günəşin zenitdə olduğu əraziniyə, həmin əraziyə aid xüsusiyyətləri müəyyən. 22 iyunda günəş yay gün dönümündən söhbət gedir. Mekong ovalığında olmaz.
tropik xətti kəsmir. Bir olan variantları silirik. Ərəbistan yarımadası olar, Meksika yaylası olar. İndi baxaq, Anadolu yaylası da olmaz. 4 ilə olanları da silirik. Ya 3 ilə başlamalıdır, 1 olanlar, ya da 2 ilə. Ən qədim qırışıqlıq vilayətidir. Xeyr. Ən qədim qırışıqlıq vilayətidir. 3 ilə 1, 2. Ərəbistan. Mümkün buxarlamanın kəmiyyəti yüksəkdir, 2. Yanar faydalı qazıntılarla zəngindir, fəal seysmik zonada yerləşir. Meksika yaylasına uyğun gələr. Deməli 3 ilə başlayırıq. Və burada da mümkün buxarlamanın kəmiyyəti yüksəkdir. Bəli, uyğun gəlir. Yanar faydalı qazıntılarla zəngindir, fəal seysmik zəngin deyil Meksika. Fəal seysmik zonada yerləşir, Antkordil yerdə, bəli. 4. 5. Tibet dağlıq yaylası ilə eyni geoloji erada formalaşmışdır. Bu mezozoy geoloji erasından qırışıqlığından söhbət gedir. Tibet və Meksika yaylası da bilirik ki, demişdik ki, onu eyni geoloji erada formalaşmışdır. 2, 4, 5 uyğun gələr. 3 ilə başlayıb 2, 4, 5 deyə var. Əlamətlərin aid olduğu çayları müəyyən edin. Toplayıcı özəki tektonik zonada yerləşir. Belə deyirsə, bu Böyük Qafqazın cənub yamacının çaylarıdır. Ya Böyük Qafqazın şimal-şərq, ya da Kiçik Qafqazdan başlayıb Kürd çayına tökülən çaylardır. Mənbəyi dağ tundra mənsəbi isə yarımsər və quru çölündə yerləşir. Yəni yüksək dağdan başlamalıdır. 3 hövzəsində həm mezozoy, həm də kaynozoy. Yüksək dağdan başlayırsa təbii ki, mezozoy olar. Əslində Euro və təbaşir. Zəyəmçayda dağ tundra iqlimi yoxdur. 1 getdi. 2 Qudyal çay olar. 2 tektonik zona. Ön Qafqaz çökməsi, Böyük Qafqaz tektonik qalması. 3 Tərtər, Kiçik Qafqaz tektonik qalması, Kürd çökməsi və dağ tundradan başlayır. Mezozoy və kaynozoy var. Sumqayıtsa 1 tektonik zonadır. Deməli 1, 4 getdi. 2, 3, 5. Türyan çayda, bəli. Dağ tundradan başlayır 2 tektonik zonadan. Böyük Qafqaz qalxması və Kürd tektonik çökməsi. Biləkçayda dağ tundra yoxdur. Şimaldan cənuba doğru coğrafi obyektlərin ardıcılığı müəyyən edin. Burada birinci olar Baş Qafqaz silsiləsi təbii ki. Sonra olar Qanıq Ərçay çökəkliyi. Sonra gələr Daşüz silsiləsi 4. Sonra gələr Acınohur düzü. Sonra gələr Xocaşen silsiləsi. Bax, o Xocaşen silsiləsi, Acınohur düzü, Daşüz silsiləsi. Bax, onu biz dəfələrlə demişdik ki, vurğulamışdıq ki, ona diqqət eləmək lazımdır. Çünki xəritənin xırdalığıdır. 80 dərəcə şimal enində burada A variantında da 3, 1, 4, 2, 5 göstərilir. Yəni ardıcıllıq bu cürdür. 80 dərəcə şimal enində qütb gecələrin başlandığı tarixdə qütb gecələri 80 dərəcə şimal enində başlayırsa, biz avtomatik bilirik ki, 10 dərəcə cənub enində günəş zenitdədir. Məntəqə ilə Bakı arasında ən qısa məsafə 10 dərəcə cənub enindən 40 dərəcə şimala biz 50 dərəcə getmiş oluruq. Vururuq 111-ə, çünki meridian üzrədir. Bu eləyir 5550 kilometr. 5550 kilometrimiz. Buradan 5-0 siləndə 1 santimetrdə 100 kilometr, 2 santimetrdə 5550. Onu da 100-ə böləndə 2 dənə bu tərəfə gedər. Olar 55,5 santimetr. Doğru cavab 55,5 santimetr. Şərq-Zaqatala və Quba-Xaçma iqtisadi rayonlarına aid oxşar xüsusiyyətləri bizdən soruşur. Azərbaycanın xarici ölkələrində nəqliyyat yolları keçir, bəli. Beynəlxalq hava limanları mövcuddur. Quba-Xaçmazda olmaz. 3 neft hasilatı mövcuddur, olmaz. 4 tumlu meyvəçilik üzrə ixtisaslaşmışdır. Xeyr, bu Quba-Xaçmaza aiddir. 5. Burada Sumqayıtda digər iqtisadi rollarla içməli su ilə təminatı və əməliyyat yer tutur. Bakı Şollar və Bakı-Oğuz-Qəbələ. Bəli. Bakı-Oğuz-Qəbələ Şərq-Zaqatala deməli Bakı Şolları Quba-Xaçmaza aiddir. Meyvə tərəvəz emalı müəssisələri fəaliyyət göstərir mütləq, çünki Qəbələdə, Şəkidə konserv zavodları, Gilan şirkətinin və s. Deməli 1, 5, 6 testimizin doğru cavabıdır. Növbət sualı biz keçid edirik. Çuqqamata və superpit mədənləri Misti, Çilidə yerləşir. Superpit mədənləri Avstraliyada qızıl mədənidir. Ərazilərə və buradan çıxaran faydalı qazıntılara aid olan ümumi xüsusiyyətlər. Açıq sulara çıxarılır və maqmatik sulara rast gəlinir. Bəli, bu Çilidə də, Avstraliyada da genişdir, yayılmışdır deyə açıq sular çıxarılır. Daha dərində yerləşmir. Ona görə 2. Yerləşdiyi ərazilərdə akkumulasiya prosesi getməz, hündür ərazidir. Gondwana qurusundan ayrılmış materiklərin ərazisində yerləşir. Cənub materikləri ona görə düzdür. Bu faydalı qazla əldə edilən məhsullar təkrar emala cəlb oluna bilir. Bu o deməkdir ki, bu filiz faydalı qazıntıdır, ona görə təkrar emala gedə bilər.
Düzdür, yerləşdiyi ərazi platformalara uyğun gəlir. Çili xeyr, çox seysmik aktiv zonasıdır. 6 inkişaf etməkdə olan ölkələrin ərazisinə düşür. Xeyr, Avstraliya inkişaf etmiş ölkədir. 1/4 testimiz doğrusu 26. Özbəkistan və Türkmənistan üçün fərqli xüsusiyyətlər müəyyən edir. Kontinental hava kütlələri səhraların yayılmasına səbəb olmuşdur. Bu eynidir. Təsərrüfatında Sırdərə çayı mürmürünə Özbəkistana aiddir. Türkmənistanı görməz, fərqlidir. Əfqanistan sərhəddir, eynidir. Gəmçilik kanalları vasitəsilə dünya okeanına çıxışı mövcuddur. Xəzər dəniz sahilinə çıxış olan Türkmənistana aiddir. Özbəkistana yox. Əhali əksəriyyət türk dili qrupunun Oğuz qoluna aiddir. Oğuz qoluna Türkmənistan aiddir. Özbəkistan Uyğur qoluna aiddir. Bu da fərqlidir. 2, 4, 5, 6 ərazisinin bir hissəsinin zaman platformunda yerləşir. Bəli. 2, 4, 5 testimizin doğru cavabıdır. Uyğunluğu müəyyən edin. Ölkə arasında daxil hava kütlələridir. 1 Orta Asiya, 2 Azor maksimumu, 3 Cənub Sünəli. Yayda isti, qışda soyuq hava şəraiti yaradır. Bu 1-ə aid olar. 2 havanın quraq keçməsi səbəb olur. Bu da Orta Asiya maksimumu. Çünki Azor antiklon sayəsindən gələn hava kütlələridir. Bu 2-ə C. 3 Cənub siklonlara aiddir dedik, 3-ə D. Bu asan sual nə oldu? Y Arktika üzərində formalaşır. Bunun demək Arktika üzərində formalaşır heç biri. 1 AB, 2 C, 3 D testimizin doğru cavabıdır. Növbəti suala keçirik. Artıq bir situasiya tipli testlərə gəldik, çatdıq. Dünya əhalisinin sayının artması kənd təsərrüfatı məhsullarına olan tələbatı artırır. Hər hansı bir regionda kənd təsərrüfatının inkişafı müxtəlif amillərdən asılıdır. Təbii ki, xəritə sxemində verilən ABC ölkələrinə bitkiçiliyin müxtəlif sahələrinin inkişafı ilə yanaşı məhsuldarlıq da fərqli vardır. Ölkə əhalinin kənd təsərrüfatına məşğulluq payı ölkənin inkişaf səviyyəsi ilə qədərdir. Əhalinin kənd təsərrüfatının səviyyəsi xəritə sxemində verilmiş ölkələrin bir və ya ikisinə uyğun gələn X ölkəsində iqtisadi cəhətdən fəal əhali sayı 30 milyon nəfərdir. Bunun 10,2 nəfər kənd təsərrüfatında çalışır. Aha. Biz gəlin ölkələri təyin edək. Kanada A ölkəsi, C Kamboca ərazisinə düşür. B Afrika ölkələrində Côte d'Ivoire'ın ərazisinə düşür. Bunun üçün də K hərfindən başlayır. 28. Verilmiş ölkələrin aid xüsusiyyətləri cədvələ yazın. Ölkələrin müvafiq olaraq yerləşdiyi regionlar. Kanada, Şimali Amerika yazırsınız regionu. B Qərbi Afrika, C Kamboca, Cənub-Şərqi Asiya. Bu ölkələrin müvafiq olaraq ixtisaslaşıb bitki sayılır. Kanada bildiyimiz kimi buğdadır, taxıl əkinləri. Côte d'Ivoire kakaodur, kakao istehsalına görə fərqlənir. Kambocada çəltik, yəni Cənub-Şərqi Asiya ölkələrində çəltik, digər adı düyü, bildiyimiz düyü. Bu ölkələrdə müxtəlif bitkicilik sahələrinin inkişafına təsirində amillər 2 nümunə yazın. Ümumiyyətcə, dünya üzrə ölkələrdə bitkiciliyin inkişafına təsir göstərən amillərin biri onun iqlimidir. Yazmaq olar, məsələn, iqlim. Daha sonra torpaq örtüyü. Sonra onun intensiv ya da ekstensiv əkinçilik, yəni ölkənin inkişaf səviyyəsi də təsir göstərir. 29. Verilənlər əslində kənd təsərrüfatı daha yüksək məhsullara malik olan ölkəni, bu Kanadadır və bunun səbəbini 2 nümunə ilə. Kanada intensiv, yenə deyirəm, dediyimiz kimi kənd təsərrüfatı istifadə edir, yəni inkişaf etmiş ölkədir. Yəni burada məhsuldarlığı da çox götürür. 30. Mətndə verilən X ölkəsinin kənd təsərrüfatı məşğul səviyyəsini hesablayın. Orada ümumi əhalinin sayı 30 milyon nəfərdir. Daha doğrusu iqtisadi cəhətdən fəal əhali 30 milyon nəfərdir. Biz onu 100% götürərik. 10,5 milyonu X% götürərik. Biz də 10,5-i 100-ə vurub 30-a bölərik. Bu edir 35%. Deməli 35%. Bizdən sonra nəyi soruşur? Nəticəyə uyğun gələn və onların aid ölkələr qrupunu cədvəldə yazın. X ölkəsində əhalinin kənd təsərrüfatı məşğul səviyyəsi 35%. Məşğul səviyyəsində xəritə sxemində verilən ölkələrdən uyğun gələnlərin adını yazın. Burada Kambocanı da Côte d'Ivoire yaza bilərik. Bu ölkələrin inkişaf səviyyəsi inkişaf etməkdə olan ölkələr. Hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, bu video sizin üçün faydalı olacaq. Müəyyən mexaniki səhvlər ola bilsin ki, texnik səhvlər olsun.